illərdir əziyyət çəkirəm. Hamıdan az mən yeyirəm, illərdir diyetadayam. Məndən çox diyet eləyən yoxdur. Hər gün 10-15 min addım atıram, idman da eləyirəm. Bütün idmanları yoxlamışam, ancaq heç bir forma çəkim, kilom getmir ki, deyirsinizsə, siz düzgün yerdəsiniz. Bu videoda qısa, praktiki 4 səbəbi sizə izah edəcəm ki, bütün bunların səbəbi nədir? Mən bugün əslində bir şeydən danışacağam. Qadınların bədənində bloku yaradan, nə etsə də heç bir nəticəni vermək istəməyən, əksinə vəziyyəti daha da pisləşdirən, yuxunuzu, yorğunluğunuzu artıran, enerjinizi azaldan və ən əsası bütün etdiklərinizə rəğmən heç bir nəticə göstərməyən o faktordan danışacağam. Biz bugün stressdən danışırıq. Yəqin fikir vermisiniz, siz stresli olduğunuzda bədəniniz onsuz da istədiyiniz formada görünmür. Ya həddindən artıq çox şişir, ya da ümumiyyətlə enerjiniz müsbət dalğalarda olmadığından siz heç bir şəkildə rahat hiss edə bilmirsiniz. Mən sizə bugün danışacağam ki, stress bizim qarnımıza, selülitimizə, artıq kilolarımıza və piylərimizə necə təsir edir. Birinci addım, stress bədəni bloka salan ilk faktordur. Bizim bədənimizdə stress yuxarı səviyyədə olduğunda bədən artıq survival, yəni həyatda qalmaq, çabalamaq moduna keçir və biz bu modda olduqda bədən heç bir şeyə nail olmaq istəmir. Yəni siz ola bilər ki, gün ərzində heç nə yemirsiniz, hansı ki bunu heç cürə dəstəkləmirəm. Çox eşidirəm ki, gün ərzində bircə dəfə qidalanıram, yenə də mənim heç bir nəticəm yoxdur. Çünki sizin ilk öncə bədəninizi stressdən qurtarmaq lazımdır. Və stress bədənimizi bir zindanda saxlayanda artıq limfa dayanır, nəfəsiniz düzgün olmur. Çox vaxt nəfəsimiz daha yuxarıda olduğundan aşağı hissələrdən yuxarı dövr edən limfa axının tamamilə dayanır və bədən daha da çox şişkin, narahat və gərgin olmağa başlayır. Məhz stressin göstəriciləri bunlardır. İndi isə ikinci addım. Gəlin keçək. Baxaq görək bu stress bizim bədənimizdə özünü harda göstərir, harda toplanır. Qadın bədənində stressin toplandığı 3 əsas yer var. Birincisi təbii olaraq qarın. Bunun səbəbləri fiziki olaraq sıxılmış diafraqma, nəfəsin dayaz olması, dərin olmayan nəfəs və təbii olaraq limfa sisteminin tamamilə korlanmış vəziyyətdə olmasıdır. Və beləliklə stress yüksək səviyyədə olanda, hətta bunu yoga fəlsəfəsində belə deyək, ezoterik elmlərdə belə deyirlər ki, stressin bədəndə çox toplandığı yerlərdən biri alt qarın nahiyəsidir və bu fiziki olaraq da həqiqətən də belədir. Stress bədəndə çox olduqda artıq diafraqm, nəfəs alma texnikaları çox pisləşməyə doğru getdiyindən nə etsəniz belə heç bir formada nəticə almırsınız. Səbəb stressin idarə olunmamasıdır. İkinci, stressin bədəndə yığıldığı ikinci hissə isə çiyinlər və boğaz hissəsidir. Bu çox vaxt özünüzü düzgün ifadə edə bilmədiyinizdən və yaxud da ətrafdakı problemləri içinizə saxlayıb ifadə edə bilməməyinizlə əlaqədar fiziki olaraq artıq bədəndə dəyişkənliklərini göstərməyə başlayır. Çiyinlər ağırlaşır, qarşıya doğru fırlanır, yumrulanır, yəni baş pozisiyasını dəyişir və qamət strukturları korlandığından artıq bizim yenə də çiyinlə paralel qarın problemlərimiz də yaranır və etdiyiniz yenə də heç bir şey sizə istədiyiniz qədər nəticə verə bilmir. Üçüncü hissə isə təbii olaraq çanaq. Bütün blokajların, bütün qorxuların və travmaların toplandığı yerdir və çanağın pozisiyası, qamətin pozisiyasının qarın problemlərinə necə təsir etdiyi haqqında ayrıca bir videom var. Bu video əgər baxmamısınızsa keçid edib baxa bilərsiniz. Mən orada çanağın necə alt qarın problemlərini yaratdığına danışmışdım. Çanağımızdakı travmalar, blokajlar və qorxular, işlənməmiş, açılmamış bütün duyğular bizim çanağımızın strukturunu. Biz burada psixologiyadan və mənəvi enerjilərdən danışmırıq. Ancaq təbii olaraq mənəvi, fiziki enerji ilə çox bir-biri ilə əlaqədardır. Ona görə də biz daxilən həqiqətən duyğusal olaraq nə yaşayırıqsa, bu milyon% bizim bədənimizdə də özünü göstərir. Stress olaraq özünü göstərir və çanağın strukturunun dəyişməsi ilə özünü göstərir. Çanaq isə strukturun dəyişəndə, gərginləşəndə həmin nahiyəyə piy yığmağa çox meylli olur. Hip-dips problemləri, selülit problemi həddindən artıq çox çoxalmağa başlayır və bütün bunlar yenə də stressin toplanması ilə əlaqədar olan şeylərdir. Üçüncü adım,
biz əgər bu stresi bədənimizdən atmağa başlamasaq, nə etməyimizdən asılı olmayaraq istədiyimiz nəticəni almayacağıq. Bunu bayaq da təkrarladım. İndi isə gəlin bu fikri bir daha açım. Bədənin sakitləşməyə ehtiyacı var. Bədənin rahatlanmağa ehtiyacı var və rahatlanması üçün ilk olaraq düzgün nəfəs almağa ehtiyacı var. Çünki stressin bədəndə yaratdığı faktorlardan biri nəfəsi dayazlaşdırmaq, diafraqmanı sıxmaq, sinə əzələlərinin gərilməsinə səbəb olmaqdır və bu halda biz artıq düzgün nəfəs ala bilmədiyimiz üçün etdiklərimiz sanki daşa dəyir, yerə düşür və edəcəyimiz ilk şey düzgün nəfəs almaqdır. Düzgün nəfəs almaq sanki bədənin açarıdır. Düzgün nəfəs almaq sanki bədəni olduğu haldan 180 dərəcə dəyişib tamamilə başqa bir versiyaya çevirməkdir. Buna görə də mən bunu proqramlarımda çox vaxt məşğələlərimdə dilə gətirirəm. 12-13 il olacaq artıq ki, idmanla məşğulam və daha doğrusu 13 ildir idmanla məşğulam və mən nəfəs praktikaları ilə son 4-5 ildə professional olaraq həm təhsil, həm də daha sonra təcrübə etməyə başladığımdan sonra mənim bədənimdə də gedən dəyişiklikləri görmüşəm. Daha sonra proqram iştirakçılarımda vizual olaraq görməyə başladıqdan sonra əmin oldum ki, həqiqətən də mən əgər bu düzgün nəfəs texnikalarını, nəfəsin bədəni nə qədər dəyişdirdiyini ta idmana başlayanda bilsəydim, həm mənim bədənim, həm də ümumiyyətlə yəqin ki, digər həyatımda baş verən hadisələr də tamamilə başqa bir formada gedərdi. Çünki nəfəs bədəni dəyişdikcə həqiqətən də hər bir şey dəyişir və bütün bura həm də sizin şəxsi nailiyyətləriniz və həyatdakı uğurlarınız da daxil olmağa başlayır. Buna görə də doğrudan da məsələ çox kiçik bir formada kilo verə bilmirəmdən, az yeyirəm amma nəticə ala bilmirəmdən başlasa da biz düzgün nəfəs almağı öyrəndikcə sanki hər bir şeyin açarı açılır və həyatınızdakı heç bir blok artıq mövcud olmur. Buna görə də düzgün nəfəs almağı öyrənmək və düzgün nəfəs praktikaları ilə qamətimizi, çanağımızı həm blokajlardan, neqativdən təmizləmək və beləliklə də bədənimizdə gələn o pozitiv və gözəl nəticələri görməyə başlamaq lazımdır. Mən bu hekayəni bəlkə də sizinlə çox bölüşmüşəm. İlk doğumumdan sonra mənim öz doğumdan sonraki vəziyyətimə qayıtmağım çox da çətin olmamışdı. Ancaq ilk doğumdan sonra məndə aldığım, belə deyim, əldə etdiyim bədən quruluşu çox da mükəmməl idi deyə bilməzdim. Çünki düzgün idman etmirdim. Həddindən artıq ağır, qadın bədəninə xas olmayan idmanlarla məşğul idim. Ancaq ikinci dəfə ana olduqdan sonra məndə alt qarın problemi yaranmışdı və daha sonralar mən öyrənmişdim ki, məhz qamətimdəki problem səbəbindən mənim alt qarın problemim getmir və mənim problemim rounded shoulders, yəni çiyinlərin önə doğru əyilmə sindromuydu. Hansı ki, mən bununla məhz nəfəs praktikalarımla işləməyə başladıqdan bir neçə gün sonra artıq mənim alt qarın problemim tamamilə yoxa çıxmışdı və mən fərqli hekayələri öz qızlarımdan dəfələrlə eşitmişəm. Həyatı boyunca denəmədiyi, eləmədiyi idman, qidalanma, diyeta formatları, nə bilim, keto diyetası, aralıqlı oruc, nə bilim, adını indi hal-hazırda yadıma sala bilmədiyim digər diyeta növləri və s. eləməklərinə baxmayaraq alt qarnım getmirdi deyənlər bizim proqramlarımıza nəfəs praktikaları ilə işləməyə başlayandan sonra %100 nəticələrini alıblar və mən çox sevinirəm ki, həqiqətən də öyrəndiyim və eksperti olduğum nəfəs, postnatal bərpa, qadın fizionomiyası üzrə düzgün idman və qidalanmanın təşkili üzrə artıq uzun illərin təcrübəsini keçdiyim üçün bu sahədə xanımlarımıza çox böyük dəstək olduğuma görə özümü çox xoşbəxt hiss edirəm. Buna görə də bədəninizi əlavə olaraq əzaba, əziyyətə salmayın. İlk olaraq bədənimizdən stressi çıxaraq, stresi çıxarmaq üçün isə biz dərin nəfəs praktikaları eləyirik. Nəfəs praktikaları ilə bərabər bədənimizin müxtəlif hissələrini, limfa axınını sürətləndirən, diafraqmamızı düzgün vəziyyətə gətirən həmin hərəkətləri etməyə başladıqca artıq bədənimizdə fiziki dəyişikliklər də özünü göstərir və siz tamamilə bir neçə gün sonra özünüzü daha enerjili, daha xoşbəxt və daha tutarlı, daha qətiyyətli hiss etməyə başlayırsınız. Bütün bunlar hamısı bir-biri ilə əlaqədardır. Həqiqətən də bəzən deyirlər ki, ümumiyyətlə bu nəfəs domino effektinə bənzəyir. Bir detalla başlayırıq və bütün hər bir həyatımızdakı digər fazalar, digər hissələr nə olmasından asılı olmayaraq bütün bədəninizdəki problemlərdən tutmuş, fiziki problemlərdən tutmuş, mənəvi problemlərə qədər hər biri öz həllini tapır. Əgər düzgün nəfəslə qamətimizi necə düzəltməliyik, bütün bunları nail olmaq istəyirsinizsə 21 gün ərzində bizim düz qamət proqramımıza qoşula bilərsiniz. Mən düz qamət proqramımı il ərzində
sadəcə bir dəfə keçirirəm. 2025-ci ilin yeganə ilk və son düz qamət proqramı günlər sonra, bir neçə gün sonra başlayacaq. Məncə heç bir formada şansınızı itirməyin, proqramımızın iştirakçısı olun. Çünki bu proqram sizə həddindən artıq çox biliklər və həqiqətən də bunu əminliklə deyə bilərəm ki, heç yerdə görmədiyiniz formada praktikalar görəcək. Yəni biz qamətlə ənənəvi olaraq xüsusi idman hərəkətlərini edərək qamətimizi düzəltməyəcəyik. Biz nəfəslə, göz hərəkətləri ilə, göz çalışmaları ilə və çox xırda-xırda edəcəyimiz, belə deyək, sanki puzzle yığırmış kimi çox xırda-xırda elementlərlə işləyərək və çox sevəcəyiniz formatda biz qamətimizlə işləyəcəyik və bədəninizdəki getməyən kilolardan qurtulacağıq. Bədəninizdə illərdir sizi tərk eləməyən qarın problemlərindən qurtulacağıq. Belinizi incəldəcəyik, selülitinizi azaldacağıq. Buna görə də sizin hər birinizi düz qamət və selülitsiz proqramında gözləyəcəm. Əgər videoda sizə aydın olan, sizi bir addım irəli çəkən hansısa bir bilgiyə ulaşdınızsa, videonu bəyənməyi, dostlarınızla bölüşməyi unutmayın. YouTube kanalımda tez-tez çalışıram. Aktiv olun və sizə fayda gətirən videolar və bilgilər paylaşım. Əgər istəyirsinizsə ki, videolar davamlı olsun, sizin də dəstəyinizə ehtiyacım var. Rəy yazın, sizin sevginizi gözləyəcəm. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşənə qədər.